Hamınızı salamlayıram. Bizim bugünkü peşə kursumuz deyəsən 6-cıdır da, 6-cı kursdur və Aysel xanım sizlə əvvəlki təlimlərdə saç texnologiyalarına bağlı danışıb, eyni zamanda saçın yolması, saçın fenlənlənməsi, eyni zamanda kaskad saç kəsimi ilə bağlı danışıb. Bütün hiyləgərlikləri öyrədib sizə, danışıb o barədə necə yaxşı usta olmaq olar. Mən bir də soruşmaq istəyirəm ki, sözün düzü toxunmurdum ki, daha belə ciddi, daha görürdüm çox maraqla siz bu təlimlərə qoşulursunuz. Rəyiniz necədir? Çox yaxşı. Qoy bir dənə bunu. Hə, necədir? Bu təlim nə verir sizə? Çox şeylər öyrənirik. Saçı necə yuyulmaq lazımdır, necə fenləmək lazımdır, hamısını öyrənirik. Başqa kimin fikri var? Gülbəz nəsə demək istəyirsən, buyurun. Təlimlər çox qəşəng keçir. Həm saçı nətər qurutmaq, yumaq lazımdır, onları öyrənirik, həm də ki marağımız olur. Bunu həyatınızda tətbiq etmək üçün o incəlikləri öyrənirsiniz, yoxsa yox? Bəli. Maraqlıdır? Bəli. Daha kim üçün maraqlıdır? Mehriban. Biz Aysel xanımın təlimində müştəriyə nə ilə qıcıq verə biləcəyimizi, müştərini necə məmnun edə biləcəyimizi öyrənirik. Məsələn, saçı kəsəndə necə tutmaq lazım olduğunu, saçı yuyanda necə suyu idarə etmək lazım olduğunu öyrənirik. Yəni çox şey öyrənirik. Çox sağ olun. Nəsə demək istəyirsən? Mən bu təlimdə saçı necə baxmaq lazımdır, nətər qurutmaq lazımdır, nətər başımıza, saçımıza baxmaq lazımdır, onları öyrənmişəm. Çox xeyri var. Təşəkkür. Fatıma demək istəyirsən nəsə? Kimin fikri var? Dəniz. Saçın necə kəsilməsini öyrəndik. Saçı hansı şampunlarla yumalıyıq, onu öyrəndik. Saçı məsələn yumaq üçün hansı su tempində yuyacağımızı öyrəndik. Yəni çox şey öyrəndik. Çox sağ olun. Mən niyə sizdən sorğu edirəm, sual edirəm? Həm təlimin gedişatı ilə bağlı istəyirəm biləm rəyləriniz. Sizin rəyləriniz çox önəmlidir. Eyni zamanda bir məqam da var. Yaxşı usta həm də yaxşı ünsiyyət qurmağı bacarandır. Çox müxtəlif adamlar sizin yanınıza gələ bilər. Məşhur bir usta ola bilərsiniz. O məşhurluğun bir tərəfi də sizin ünsiyyət qura bilməyiniz, bu rəylərinizi göstərməyiniz, danışmağınız, fikrinizi ifadə etməyiniz. Sabah da həm də insanlarla ünsiyyətli olanda onlarla ünsiyyəti qura bilmək, məmnunluq hissini yaratmaq, müştərini yenidən öz qapına gətirmək, daha çox müştəri ətrafına yığmaq. Bax, bunlar olduqca vacibdir ki, həm də ünsiyyətinizi formalaşdırmaq. Yəni, bu rəyin bir fikridir, qorxmaq lazım deyil. Kimsə bəlkə çox xoşuna gələcək, kimsə hələ tam öyrənməyəcək. O demək deyir ki, hamınız gedib saç ustası olacaqsınız. Amma ən azı gündəlik həyatınızda bu texnikanı biləcəksiniz və tətbiq eləyəcəksiniz. Əlaq ustası sığınacaqdır, bir-birinizə dəstək göstərəcəksiniz və ünsiyyət qurmaqda öyrənəcəksiniz. Sizə uğurlar. Aysel xanım davam edin, bağışlayın, mane oldum. Buyurun. Salam uşaqlar. Bugünkü mövzumuz qısa saç modelləridir. Qısa saç modelləri saçın qulaq və çənə boyun səviyyəsində kəsilməsidir. Bu saçlar rahat istifadə olunur, tez quruyur və baxımlı görünür. Qısa saç modelləri Pixie çox qısa saç modelidir. Qısa saç modelləridir. Yan və arxa hissə qısa olur. Üst hissə biraz uzun saxlanılır. Bu model daha çox oval üzə yaraşır. Bu modeli saç çənə səviyyəsində kəsilir. Kəsim düz və səliqəli olur. Bu model hər yaşda uyğun olur. Asimetrik bobdan danışacağıq. Asimetrik bob bir tərəfi qısa, bir tərəfi uzun deməkdir. Bu daha fərqli, daha müasir görsənir. Bu daha çox cavan adamlarda, qadınlarda qəşəng olur. Biz bütün modellərdən danışdıq. Bob, asimetrik bob, Pixie, laylı kəsim, arasında kare də olur, soram
uzun bob olur. Biz bugün uzun bob eləyəcəyik, çünki çox qısa saç modeli tapmadıq. Uzun bobla başlayacağıq. Mən kəsə-kəsə sizə başa salacağam ki, o necə qısaltmaq, qısa formasını kəsmək olar. Bugün modelimizi seçmişik. Modelimiz Lamandır. Göndəririk saçını yumağa və başlayırıq saç kəsməyə. Modelimizi bugün Ayan hazırlayır. Ayan. Bəli. Sonra yenidi. Saç şutkasını götürürük. Bəlkə darayırıq. Çalışırıq yumamağa. Burada saçları nə eləməliyik biz? Ayırmalıyıq. Ayırmalıyıq. Darıqlar buradadır. Buradadır. Ayağım. Sən o rahatsa oynayır. Fərq yox, bunu görmədim. Dörd. Yoxsa. Təpək hissəsindən başlayırıq. Qulağının arxasına. Burada. Hı-hı. Hı-hı. Burada bir səhv elədin ki, sən ortadan ayırmadın. Birinci orta hissəni ayırırıq. İki qaşın arası ilə gedirik. Onu ayırırıq. Açmalıyım. Aç. Hı-hı. İndi buradan başlayırıq. Oldu. Burada başlayırıq alt hissədən. Burada çox qatılı getməyəcək. Çünki bob üstdən çox kəsilmir. Bob eyni uzunluqda gedir. Qabaq biraz uzun, arxa biraz qısa. İndi burada biraz qabaq qısadır deyə görün yenirik. Düz kəsim yadındaydı da sən. Görsən əyriliyi. Görürsünüz. Aşağı. Saçda əyriliyi görsən. Biri uzun, biri qısa. Düzləşdirəcəyik də. Hə. Bax, ortadakı bu uzun saç var. Görürsünüz. Bunu düz. Düz. Hı-hı. Bəlkə düz.
Qayçın səhv tutmuşam. Ona görə də saç burulur əlinin altında. Gəl. Burada tam yapışdırmaq biraz qaldırırıq ki, alt qısa, üst o altdakı qısaları bağlamalıdır. Oja yapışdırmırıq bunu, biraz elə bir aralı tuturuq boyundan. Altdakını da götürürük ki, tutaq. Altdakını götürdük ki, biz ona uyğun kəsək. Qayçınanı. Yox, belə olmur axı. Sən o qayçı ilə daraq sənin əlində olmalıdır. Görsən, oja əlvi tərpətdin. Gözlə, kəsmə. Bu daraq hər dəqiqə qalır. Müştəri görsən, başını dal eləyir. Sən o momentdə ona deməlisən ki, o başını bir istiqamətdə tutsun ki, saç hər razmərdə olmasın. Bu qədər. Başqa edeyim onda. Hə. Bax, bir də bax. Sənə çox gəlir o saç. Biraz az götür. Görsən. Ayırdıq. Başlayın. Al. Parmaqları bərk tut. Oldu? Bir də baxaq gələk oldu. Yox. Görsən. Bu sənin boş buraxdıqlarında, altdan boş qalanlar da onlar gediblər. Ona görə bir neçə dəfə yoxlamaq lazımdır ki, artıq hissələr qalmasın. Aksana. Ne buradan? Bu hissəni kəsilib, oja keçirik bu hissəni. Bunları yana yox, hamısını arxaya doğru. Bunu hamısını birdən götürmüsən, verməsən, göstərdim. Sən qayçını əlində düzəlt. Bax, orta hissəni kəsmişik oja. Ləman biraz aşağı əyib başqa. Aksana. Görsən. Burada artıq görsən, sən onu götürəcəksən. Sonra onu kəsəndən sonra keçəcəksən, biraz götürəcəksən. Gəl, başlayaq məsələn. Çox qaldırmırsan, biraz. Ay, sən. Aha. Bəs bu saç kəsimində niyə ümumiyyətlə düz saç kəsimi kimi kəsilir? Siz kəsirsiniz. Çünki bobun qatları yoxdur. Bax, mən sizə başa saldım. Bobun qatları yoxdur, yəni layları yoxdur. Üst-üstə saç kəsilmir bobda. Bob kare kimi kəsilir. Sadəcə arxadan qısa, qabağa uzun. Bobun uzun forması da var, lap qısa forması da var, boynu bağlayan forması da var. Biz indi boynu bağlayan forma ilə eləyirik, çünki modelimiz çox qısa istəmir. Belə. Başqa sualı olan var? Yoxdur. Kəsmək istəyirsən? Gəl. Sən gəl. Sən kəsdin bu yaxın. Mən kəsəlim. Gəl. Qayçını necə tuturdun?
Gəlsinə. Belə. Sən orada professionallaşmısan. Yavaş. Alttakini götürmək istəmirəm. Götürüb. Altdan nümunə götürürsən. Açdım. Bax, görsən, altdakı qısaları görürsən, o ilə bir gedirsən. Aynen. Çəp tutursan. Oldu? Yox. Çox oynatdın saçı. Biraz getdik. Gördün nə oldu? Oldu. Dəniz. Gəl. Orta hissəsini kəsdik. Qaldı yanlar. Yanı arxaya doğru darayırsan ki, qabağımız qısa olmaz. Bizim məqsədimiz qabağı uzun saxlamaqdır burada. Bunun hamısını götürməliyəm. Qabaqdan alım. Çay necə rahatdır, nə qədər istəyirsən. Çox yuxarı qaldırmırsan, biraz aşağı sal. Yəni aşağı sal. Ay, sal. İndi bir də darayırsan. Aşağı doğru. Dart, 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 dart. İndi bu qalan hissəni kəsirik. Görürsünüz neçə dəfə yoxlayıram ki, hərdən model başını tərpədir, elə gəlir ki, uzun qalıb bir tərəf, amma o saç başı düzəldirik, bir də yoxlayırıq, onu kəsməmiş. Görürsünüz, arada bir dənə balaca çıxdı. Bax, Ayşə xanım, nətər olur ki, belə düz görsənərkən əlimizə alanda əyri olur. Arada darayanda boşluq olur. Saç boşalır, biz onu tuta bilmirik, qalır arada uzun qalır. Ona görə bir neçə dəfə darayırıq. Görürsən, daradıqca biz öz əyrilərimizi orada düzəldirik. Kəsim zamanı müştəri saçını tərpətsə, əgər yəni əyri olsa onu düzəltmək olur. Siz yol verməməlisiniz ki, müştəri başını tərpədəndə siz onu əyri kəsəsiniz. Əgər elə bir şey olsa, yəqin ki, çox olmazsa, siz məcburi o saça uyğun təzədən getməlisiniz ki, o əyri görsənmək. Baxır, o əyrilik harada baş verəcək. Uzunluğundadırsa, siz məcbur saçı qısaltmalısınız. Yox, kaskatın içindədirsə, siz onu flirovka ilə də düzəldə bilirsiniz.